Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemşarlarım. Növbəti bir Mitsubishi Heavy Industries klimasının pultun istifadə qaydasını göstəririk və qeyd etmək istəyirik ki, bu köhnə modellərdən biridir, amma əlbəttə ki, kondisioner varsa demək istifadəçisi də var. Bu kondisionerin on-off düyməsidir. Bunun yardımı ilə kondisioneri yandırıb söndürürük. Rejimlərin dəyişdirilməsi üçün mod düyməsindən istifadə edilir. Burada 4 rejim var. Hal-hazırda soyutma rejimindədir. İsitmə rejimi, qurutma rejimi və avtomatik rejim. Biz əsasən kondisionerdən soyutma məqsədləri üçün istifadə edildiyinə görə əvvəlcə soyutma rejimini izah edirik. Bu düyməni basırıq və kursor qar dənəciyin işarəsinin qarşısında durduqda kondisioner soyutma rejiminə keçmiş olur və bu rejimdə temperaturu 22, 23, 24 dərəcə arasında ayarlamanızı məsləhət görürük. Əgər kimsə elektrik enerjisinə qənaət etmək istəyirsə, bir qədər yüksək tutmaq məsləhət görülür. Məsələn, 24, 25, 26 kimi. Amma bu temperaturlarda bizim şəraitimizdə insan həmin o sərinliyi hiss eləmir. Ona görə 24 dərəcədən yuxarı temperatur hər adam xoşlamaya bilər. Kondisionerin deməli sürətini artırıb azaltmaq üçün fan speed adında düymə var burada. Bundan istifadə olunur. Hal-hazırda gördüyünüz kimi kursor avto sözünün üzərindədir. Bir daha basanda high, yəni yuxarı sürət, orta sürət, aşağı sürət, bir daha basdıqda isə yenidən avto sürətə qayıtmış olur. Bəzi vaxt elə olur ki, hava həddindən artıq isti olur və biz də kondisionerin tez bir zamanda otağımızı soyutmasını istəyirik. Belə olduqda high power düyməsini basırıq və bununla da deməli kondisionerimiz yüksək sürətdə gördüyünüz kimi hal-hazırda high power'ın üzərində kursor dayandı. Yüksək sürətdə təxminən 15 dəqiqə işlədikdən sonra əvvəlki rejiminə qayıdır və high power düyməsini biz təzədən basırıq və oradan çıxırıq. Bəzi vaxt isə gecə vaxtı kondisionerin daha az elektrik enerjisi istifadə etməsini istədikdə ekono rejiminə basırıq. Amma qeyd etmək istəyirik ki, ekonomik rejim, yəni elektrik enerjisinə qənaət baxımından işləməsi rejimi bir qədər, yəni az elektrik enerjisinə qənaət edir. Çünki bu rejimdə kondisioner sadəcə ventilatorun sürətini azalda bilir. Yəni bu inverter tipli olmadığına görə az miqdarda elektrik enerjisinə qənaət etmək mümkündür. Bir daha həmən düyməni basıb oradan çıxırıq. Burada bir air flow düyməsi var. Onun köməyi ilə jalüzləri istədiyimiz istiqamətə saxlaya bilirik. Gördüyünüz kimi istiqamət orada görkəzilir. Bu formada olanda aşağı yuxarı hərəkət edir. Belə olduqda isə istədiyimiz istiqaməti seçə bilirik. Hörmətli izləyicilərimiz, digər rejimlərə keçmək üçün mod düyməsini yenidən basırıq və isitmə rejiminə keçirik. Məlum məsələdir ki, kondisionerdə ən çox soyutma və isitmə rejimlərindən istifadə olunur. Bu səbəbdən də biz bu rejimi geniş izah edəcəyik. İsitmə rejimində temperaturu 26 dərəcənin üzərində tuturuq. Əgər kimsə istini çox da sevmirsə, o zaman 24-25 də qoya bilər. Amma bu zaman kondisioner tez-tez yanıb sönəcək və evin aşağı hissəsində təxminən 21-22 dərəcə temperatur olacaq. Bu rejimdə kondisionerin fan sürətini, ventilator sürətini avto rejimə ayarlamaq lazımdır. Belə ki, bir neçə dəfə basırıq və bu kursor avto sözünün üzərində dayananda avto rejim seçilmiş olur. Bu halda kondisionerin fanının sürəti mikroprosesor tərəfindən seçilir və kondensasiya təzyiqinə uyğun olaraq seçildiyinə görə kondisioner çox düz işləyir və çöl hissənin buzlaması da yalnız aşağı temperaturlarda baş verir. Eyni zamanda qeyd etmək istəyirik ki, kondisioner isitmə rejimində işləyərkən onun ən azı 5 dəqiqə, 10 dəqiqə işləməsi lazımdır ki, orada ilıq hava çıxsın. Bundan sonra getdikcə o havanın, ağzından çıxan havanın temperaturu qalxacaq və təxminən 20-40, bəzi vaxtı 1 saat lazım olacaq ki, kondisioner nominal iş rejiminə gəlib çata bilsin. Yəni, isitmə rejimində bir qədər səbirli olmaq məsləhət görülür. Bir daha mod düyməsini basırıq və nəm alma rejiminə, yəni qurutma rejiminə keçirik. Bu, ən az istifadə olunan rejimlərdən biridir və evdə olan nəmi azaltmaq üçün nəzərdə tutulmuşdur. Eyni zamanda da bir qədər
Yəni ventilator zəif işləyir, arada dayanır və bir qədər soyutma hadisəsi də burada olur. Bir daha basanda burada bir üsbüzaq işarəsi var, bərabər tərəfli üsbüzaq və bu üsbüzağın qarşısında dayananda kondisioner avto rejimə keçmiş olur. Gördüyünüz kimi ekranda indi plus, minus 0 göstərilir. Bu o deməkdir ki, hal-hazırda kondisioner 24 dərəcəyə ayarlanmışdır. Yəni evin içindəki temperatur 24 dərəcədən yuxarı olarsa kondisioner soyutma rejimində işləyəcək, aşağı olarsa isitmə rejimində işləyəcək. Amma kimsə bu rejimdən istifadə edirsə və istəyirsə ki, bu 24 yox 25 olsun, o zaman temperatur düyməsini basırıq. Burada bir plus 1, yəni 24 plus 1 olur. O zaman 25 dərəcədə ayarlanmış olur. Və yaxud aşağı ayarlamaq istədikdə yenidən temperatur düyməsini basırıq və burada minus 1 olanda və yaxud minus 2 olanda istədiyimiz deməli temperaturu ayarlaya bilirik. İndi bir daha mod düyməsini basırıq və soyutma rejiminə geri dönürük. Qeyd etmək istəyirəm ki, hər bir kondisionerdə olduğu kimi burada da deməli timer rejimi mövcuddur. İndi biz o timer rejimini görkəzəcəyik. Burada deməli timer rejimi nə üçün lazımdır? Bəzi vaxt elə olur ki, biz işə gedirik və istəyirik ki, axşam biz evə gələndə kondisionerimiz evi soyutsun. Məsələn, deyək ki, bu düyməni basıb söndürürük. Gördüyünüz kimi ekranda indi heç bir şey yoxdur. Təbii ki, əvvəlcə istədiyimiz temperaturu qoyuruq. Yəni 24 istəyirsə 24, 23 istəyirsə deyək ki, 23 dərəcə qoyduq, kondisioneri söndürdük. Bundan sonra timer on düyməsini basırıq və deyək ki, biz burada həmən rəqəm gəlir 1 saat sonra. Deyək ki, hesablayırıq ki, səhər saat 8-dir, bizdə axşam saat deyək ki, 8-də qayıdacaq. Yəni 11 saat sonra kondisionerimiz işə düşməlidir ki, biz evə gələnə qədər evimizi soyutsun. Gördüyünüz kimi kondisioner 11 saata ayarlandı və deməli 11 saat sonra kondisioner işə düşəcək və biz evə gələnə qədər evimizi soyudacaqdır. İndi gördüyünüz kimi timer on rejimi yoxa çıxdı. Bu deməkdir ki, artıq o ayarlanmışdır. Və yaxud kondisionerimizi çıxmaq üçün bu rejimi basırıq, ləğv edirik. Və yaxud kondisioner işlək vəziyyətdədir. Yerimizə uzanırıq və istəyirik ki, kondisioner təxminən 5 saat işlədikdən sonra söndürülsün. Timer off düyməsini basırıq, 5 saat ayarlayırıq və əlimizi uzaqlaşdırırıq və bir qədər ekranda bu rəqəmlər göründükdən sonra yəni ki, kondisionerin yaddaşında saxlanılır və artıq 5 saatdan sonra kondisioner söndürüləcəkdir. Burada daha başqa bir düymə var. ACL, yəni All Clear, hər bir şeyin təmizlənməsi. Bəzi vaxt elə olur ki, pult hər hansı bir səbəbdən düzgün işləmir və bu səbəbdən bura bir qələmin ucunu basırıq və bura deməli yaddaşı güncəlləyirik və zavod ayarlarına geri qayıtmış oluruq. Bu rejimdən çıxmaq üçün də təbii ki, cancel düyməsini basırıq. Bizi axıra qədər izlədiyinizə görə mən sizə təşəkkür edirəm. Əssəlamu aleykum.